Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər birinizi Allahın salamı ilə salamlayıram. Sizlərə yenə də bugün bir ayət xatırlatmaq istərdim. Uca Allah buyurur, Fəsbir li hukmi rabbik. Rəbbinin sənin üçün verdiyi hökmə səbr et. Yəni, Uca Allah sənə hər hansı bir xəstəliklər, problemlər, imtihanlar, sıxıntılar, qəlb sıxıntıları verə bilər. Lakin sənin işin səbr etməkdir. Qalanını isə Allaha həvalə etməkdir. İnsan hər hansı bir səhv addım ata bilər. Bizə tez-tez verilən suallardan da biri budur ki, mən səhv addım atmışam, indi isə peşmanam. Nə edim? Heç bir şey. Heç bir şey etmək lazım deyil. Tövbə və istiğfardan başqa. İnsan səhv addım, xəta addım, hər hansı bir səhv fikir, düşüncədə ola bilər. Bu da insanın xilqətindəndir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Kullu bəni ədəmə xatta və xeyrul xattainə təvvabun. Bütün yer üzərindəki insanlar davamlı xəta edəndir, səhv edənlərdir. Və ən gözəl xəta və səhv edənlər tövbə edib istiğfar edənlərdir, tövbə edənlərdir. Ona görə sən səhv etdiyin halda artıq hökm sənin əlində olur. Yəni, səhv etməmişdən öncə düşün, istişarə et, istixarə et, fikirləş. Amma səhv etdikdən sonra, üstündən müəyyən vaxt keçdikdən sonra bunun haqqında fikirləşmək lazım deyil artıq. Yalnız nə edəcəksən? Fasbir li hukmi rabbik. Rəbbinin sənə verdiyi hökmlə səbr edəcəksən. Artıq səbir dönəmi başlayır. Həmin bu çətinlik də daim olmur. Uca Allah buyurur, fə innə ma'al usra yusra, innə ma'al usra yusra. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq var. Sonra yenə bu ayəti təkrarlayır. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq var. Ona görə unutmayın, hər bir çətinlik, sınaq, problem uzun müddətli deyil. Bir vaxtı var, imtihandır, sınaqdır. Bu ayəti hər zaman unutmayaq. Fasbir li hukmi rabbik. Rəbbinin sənə verdiyi hökmə səbr et və razı qal. Esselamu aleykum və rəhmətullah.